Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Əliyevlə Paşinyan bu mövzularda razılığa gəldilər. İlham Əliyevin Pezeşkiyana zəng etməsi. Moskvadan baxış. Trumpın xüsusi elçisi Azərbaycan haqqında danışdı. Fasiləsiz nəqliyyat əlaqəsi olacaq. Rusiya və İrandan Ermənistana uçuşlar ləğv edildi. Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Telegraf xəbər verir ki, tərəflər Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton sülh sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin iki tərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini qeyd ediblər. Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar iki tərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Tərəflər iki tərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər. Onlar həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Trump marşrutu və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər. Azərbaycan prezidenti və Ermənistanın baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib. İki tərəfli normallaşma prosesinə dəstək məqsədi ilə təmasları davam etdirmək barədə razılığa gəliblər. Bu yaxınlarda Azərbaycan prezidenti ilə İranlı həmkarı arasında telefon danışıqları baş tutdu və İlham Əliyev İran ətrafındakı gərginliyin həllinə töhfə verməyi təklif etdi. Azərbaycan heç bir şəkildə İrana zərbələr endirmək üçün öz ərazisini və hava məkanını təmin etməyəcəyini bəyan etdi. Bunu Rusiyalı İranşünas İrina Fyodorova İranla Amerika arasındakı mövcud vəziyyət, eləcə də Azərbaycanın bu sahədə gərginliyin azaldılmasına mümkün töhfəsi barədə danışarkən deyib. Azərbaycanın qapısının ağzında müharibəyə ehtiyacı yoxdur və Bakı həmişə mümkün qədər İranla münasibətləri yaxşılaşdırmağa, onları sabitləşdirməyə çalışır. Son günlərdə Azərbaycan və İran hakimiyyət nümayəndələri arasında intensiv telefon əlaqələri müşahidə olunur. Tərəflər vəziyyətlə bağlı fikirlərini müqayisə etməyə çalışırlar. Ola bilsin ki, Trump dövründə Azərbaycanla Amerika arasında münasibətlərin yaxşılaşması, eləcə də Azərbaycanla İsrail arasındakı yaxşı münasibətlər nəzərə alınmaqla Bakı gərginliyin soyumasına öz töhfəsini verə bilər. Prezidentlər Pezeşkiyan və Əliyev arasında yaxşı münasibətlər qurulub, o bildirib. Qeyd edək ki, İlham Əliyev Pezeşkiyana 31 yanvarda zəng etmişdi. Prezident Trumpın Azərbaycan və Ermənistanı bir araya gətirən tarixi sülh sammitindən sonra Trump marşrutu layihəsinin təşviqini davam etdiririk. Telegraf xəbər verir ki, bu barədə Bişkekdə keçirilən B5+1 biznes forumunda Amerikanın prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serxio Gor deyib. Bu marşrut Mərkəzi Asiyadan Cənubi Qafqaz və Qərbə doğru fasiləsiz nəqliyyat əlaqələrini təmin edəcək. Bu, regionda güclü, qarşılıqlı əlaqədə olan iqtisadiyyatların qurulması və davamlı sülhün qorunması istiqamətində tarixi addımdır, o bildirib. Gor qeyd edib ki, Trump administrasiyası Mərkəzi Asiyaya xüsusi əhəmiyyət verir və əvvəlki administrasiyalardan fərqli olaraq regionun strateji əhəmiyyətini tanıyır. Zvartnots Beynəlxalq Hava Limanının onlayn uçuş məlumat lövhəsinə görə Soçi və Tehrandan Ermənistanın paytaxtına uçuşlar ləğv edilib. Telegraf xəbər verir ki, bu barədə Ermənistan Kiyev məlumat yayıb. Uçuşların ləğv edilməsinin səbəbi barədə məlumat verilməyib.